Bax elə buna görə cəmaatın elektromobillərdən zəhləsi gedir. Təzə BMW i3-ü gördünüz də? Bu nədir belə? Təqdimatda o qədər çirkin idi ki, cəmaat dayanmadan AI-la body kitlər düzəldir. Əziz BMW, sizi çox sevirəm deyə xətrinizə dəymək istəmirəm. Amma bu çox bərbaddır. Yaxşı, 800 volt batareya ilə 900 km getmək falan əladır, zordur, başa düşürəm. Amma bu dizaynla yenidən nəyi yaratmağa çalışdığınızı bilmirəm. 7-8 il qabaq bəlkə də dizaynın pik nöqtəsinə çatmışdınız. Amma bu maşına nə qədər baxsam da heç cür isinişə bilmirəm. Amma yəqin ki M3 buna oxşamayacaq da, düzdür? Bu yəqin indi i3-dür bu günlərdə, hə? Onsuz elektrikli maşınların hamısı çirkindir. Yəqin ona görə bu da belədir. Dediklərinə əsasən tam şarjda 900 km gedir. Amma məncə bu da real şəraitdə biraz qeyri-realdır. Hardasa 600 falan gedə bilər, yəqin ki. Həmçinin 10 dəqiqə ərzində 400 km-lik zaryatka söz verirlər. Lakin bunu eləmək üçün sizin sürətli şarj cihazınız olmalıdır. Ümidimiz odur ki, 3-cü seriya və M3 daha çox sedana oxşayacaq və belə eybəcər olmayacaq. G80 də çıxanda hamı deyirdi eybəcərdir, sonradan düzdə öyrəşdik, amma bu nə bilim vallah.